Salam əziz və dəyərli izləyicilərimiz, hər biriniz canlı yayımıza xoş gəlmisiniz. Yeni qoşulanlar, hər biriniz gəlirlər. Sən sakit durmaq istəmirəm ki, gələn də çıxım. Yeni gələnlər, hər biriniz xoş gəlmisiniz. Zəhmət olmasa ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Gözləyirəm ki, canlı yayımız biraz artsın. Ondan sonra keçəcəm bir-bir sizə geyim modellərimizdən təqdim etməyə. Yəni xanımlar, çayınızı, kofenizi götürün, qəşəng rahat oturun. Bizim canlı yayıma baxın, çünki sizə bir-birindən gözəl geyim modellərimizdən təqdim edəcəm. Yeni gələnlər, hər biriniz xoş gəlmisiniz. Ekranları bəyənək, zəhmət olmasa canlı yayımımızı paylaşaq. Mən də keçid edəcəm, bir-bir geyimlərimizdən sizə göstəririm. Deməli, mən həmişə canlı yayımı açanda ilk olaraq bir dənə xatırlatma edirəm ki, o vaxta kimi də bizim izləyicilərimiz yığılsın, keçid edim geyimlərimizdən göstərməyə. Deməli, xanımlar, bilirsiniz ki, mağazamızda mən bunu hər dəfə də deyirəm, həm böyük bədən, həm də kiçik bədən xanımlarımız üçün geyim modellərimiz var. Yəni, həm ziyafət geyimlərimiz olsun, günlük geyimlər olsun. Baxın, elə bu arxa hissədə görürsünüz, həm ziyafət geyimləri var, həm kofta modelləri, köynək modelləri var, həm də gündəlik geyim modellərimiz, həmçinin də üst geyim modellərimiz var. Yəni, biz sizə endirimli qiymətləri təklif edirik, lakin mağazamıza yaxınlaşan müştərilərimizə də endirimlərimiz olur. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib, ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Keçəcəm indi sizə xanımlar. Günlük geyim modellərimizdən bir-bir göstərəcəm. Sizdən də tək istədiyim odur ki, ekranlarımızı bəyənək, canlı yayımımızı paylaşaq. Keçin mən həmişəki yerimə. Böyük bədən uzun model kofta var, bəli var. Gəlin, onda istəyirsiniz bugün yox, ən yaxşısı birinci gündəliklərdən başlayaq, gündəlik geyimlərdən. Canlı yayımız bir dənə yığılsın, ondan sonra keçid edərəm digər modellərimizə. Dəst var, böyük bədən var. Elə yaxşı, onda gəlin dəstləri göstərin. Birinci, ekranları bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Keçirəm indi dəst modellərimizdən sizə göstərim xanımlar. Bu arada dəst modellərimizin videosu da paylaşılıb səhifəmizdə. Dünən də paylaşılıb. Ümumiyyətlə, yəni dəstlərimizdən çoxdur, hədsiz çoxdur, çeşidimiz çoxdur. Keçid edib videolarımıza da baxsaz, bəyənsəz sevinərik. Səhifədə gündəlik ağ-qara don paylaşmışsınız. Qiyməti neçədir? Yeni paylaşdığım videonu deyirsinizsə, əgər onlar kətandılar, qiymətlə bağlı, o ağ-qara olan kətandı, qiymətlə bağlı zəhmət olmasa, baxın, burada əlaqə nömrəsi var, ora yazarsınız. Deməli, xanımlar, istəyirəm keçim ilk dəst modelimizə, ekranlarımızı bəyənək, zəhmət olmasa. İlk dəst modelimizə baxın, kətan materialda çox qəşəng, yumuşaq bir dəst modelimizdir, xanımlar. Yaxından da qəşəng göstərim sizə. Baxın, ön hissəsi düyməli. Ölçüsü bu modelimizin 54'dür, amma məncə 56 ölçüyə və s. gedər. Çünki niyə? Şalvarın bel hissəsi, baxın, gördüyünüz kimi rezinlidir. Yəni, böyük bədən xanımlarımız da rahatlıqla geyinə bilər. Materialı da ki, xanımlar, söz ola bilməz, çox qəşəng, yumuşaq, keyfiyyətli, sərin bir materialı var. Əyində oturuşda çox qəşəngdir. Yəni, dəst şəklində satılır bunlar, xanımlar. Həm gündəliyə, həm də nə bilim, hər hansısa bir ad gününə, aksesuarla, çanta ilə və s. uyğunlaşdırıb, hər hansısa bir ziyafətə ad gününə geyinə bilərsiniz. Bir də belə uzaqdan da göstəreyim. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmazsa. Qiymətlə bağlı da xanımlar, burada əlaqə nömrəsi qeyd etmişəm, ora yazarsınız. Ünvanımız deməli Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçən kimi birinci svetofordan döndünüz. İrşad mağazası ilə, Azla Şirniyyat evi ilə üzbəyüz yerləşir. Yeni gələnlər hər biri xoş gəlib. Keçid edirəm digər dəst modellərimizə, xanımlar. Ekranları bəyənək, zəhmət olmasa. Buradan baxacağım, kim görüm hansı izləyicimiz ekranı daha çox bəyənir. Deməli, daha sonra digər belə bir dəst modelimizi göstərmək istəyirəm. Baxın, bu da şalvarı kətandır. Üst hissəsindən köynəyin çox qəşəng, yumuşaq bir materialı var. Yəni, yay üçün ən ideal seçimlərdir. Kətan parçalar, sərin pambıq parçadan olan dəst geyimlər. Yəni, yayda hamı rahat geyinməyə geyim axtarır, xanımlar.
Yəni istəyirsən ki, rahat tez bir şey geyinib çıxasan. Yəni bizim mağazamızda dəst çeşidləri o qədər çoxdur ki, gəlirsiniz qəşəng yayda gündəlik geyinməyə, həm dəstlərdən, həm də baxın arxada görürsüz nə qədər çoxlu don modelimiz də var. Kətan var, pambıq var. İstəsəz göstərərəm sizin üçün onlardan da. Bunun 46 razmeri varmı? Əlimdəki 56 ölçüdür, 46-sı da olar. Bu da yəni şalvarlı dəsti, ikili şəklində satılır xanımlar. Ön hissəsi də baxın belə köynəyinin düyməli bir modeldir. Salam, dəstləri göstər. Elə dəstləri göstərirəm, səsim getdi. Zəhmət olmasa axıra qədər baxın, canlı yayımızı bəyənin, paylaşın. Dəst modellərimizdən göstərirəm. Qadın üçündür, bəli, hamısı qadın üçündür. Aha, keçid edim digər bir dəst modelimizə xanımlar. Daha sonra baxın, belə qəşəng kətan material. Ekstra ses dünyamıza bugün xanımlara pulsuz baxış. Görürsünüz, kim istəyir, ekstra ses də var burada. Ekranlarımızı bəyənək zəhmət olmasa. Daha sonra belə kətan bir dəst modelimiz var. Yəni bu da renkli geyinməyi sevən xanımlarımız üçün məncə çox qəşəngdir. Şalvarı qəşəng kətan, beli rezinli, kişiyə cadu edim alsın. Bəli, bəli, baxın burada ekstra ses də var. Cadu eləyin, nə istəyirsiniz alsın. Bəli, WhatsApp-a yazarsınız. Hə, kim istəyirsə yazsın. Pulsuz reklam verərik. Daha sonra köynəyi də gördüyünüz kimi qəşəng, üst hissəsi belə qaşlı, çox qəşəng zərif bir modeldir xanımlar. Bu modelimiz 52 ölçüdür. Amma qeyd etdiyim kimi, yəni dəst modellərimizin şalvarlarının beli rezindir deyə 52 olduğuna baxmayın, 54 və s. olan xanımlarımız da rahatlıqla gəlib geyinə bilərlər. Ekranlarımızı bəyənən zəhmət olmasa. Qəşəng gördüyünüz kimi həm köynəyin ön hissəsi, həm də arxa hissəsi belə qəşəng, qaşlı, zərif bir modeldir. Bu modelimizi də həm gündəliyə, həm də hər hansısa bir ad gününə və s. geyinə bilərsiniz. Ekranları bəyənək, canlı yayımızı paylaşaq, izləməmiz qalxsın, zəhmət olmasa. Takiblər üçün də təşəkkür edirik. Elə yəni kimi canlı yayımda takib atsa çox yaxşı olar. Çünki sonra bizim səhifəmizi itirərsiniz, tapmazsınız. Endirimlərimizdən də xəbərdar olmazsınız. Daha sonra keçid edeyim belə bir dəst modelimizə. Bu da qəşəng, fərqli bir dəst modelidir. Yəni bu da tam əsl, yəni ziyafətə uyğundur xanımlar. Həm ziyafətə, ad gününə, yəni hara getsəz rahatlıqla geyinə bilərsiniz. Şalvarı qəşəng sadə qara şalvarı var. Baxın belə göstərin, baxasınız. Ekranlarımızı bəyənək zəhmət olmasa. Baxın, belə qəşəng sadə qara şalvarı var. Üst hissəsindən kofta modelini göstərim ki, necə gözəl, zərif bir modeldir. Arxa hissəsi, həmçində baxın, belə ön hissəsi qaşlı bir modeldir. Əyində oturuşdakı xanımlar çox qəşəngdir. Baxın, bu modelimizin ölçüsünü içədir. Bu modelimiz standart ölçüdür. Yəni, böyük bədən xanımlarımız narahat olmasınlar, gəlib qəşəng standart ölçüdür deyə rahatlıqla geyinib baxa bilərlər. Əyində oturuşdakı çox qəşəng, yəni ziyafət üçün, ad gün üçün və s. Yəni, məncə qəşəng bir seçimdir ki, uyğunlaşdırıb geyinə bilərsiniz. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib, ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Daha sonra keçim digər dəst modellərimizə. Bugün dəyişiklik olsun dedik, həm də o izləyicimizin xətrinə dəymədik. Dedik, birinci dəstlərimizdən başlayaq. Əlavə də nə sualınız olarsa xanımlar, ya burada şərh bölməsinə yazın, ya da baxın, burada əlaqə nömrəsi qeyd etmişəm. O əlaqə nömrəsinə də yazın, ətraflı məlumat verin. Keçid edeyim digər dəst modelimizə. İndi isə sizə bizim mağazamızın ən çox soruşulan, ən çox sevilən kətan dəst modelini göstərmək istəyirəm. Ki bu modelimizin mağazamızda qara rəngi də var. Qiymətlə bağlı zəhmət olmasa, baxın burada əlaqə nömrəsi var, o nömrəyə yazın, məlumat verin. Mağazamızın xanımlar ən çox sevilən, soruşulan ikili dəstlərindəndir ki, bunun iki rəngi var mağazamızda, həm qarası var, həm də əlimdə gördüyünüz karışim rəngi var mağazamızda. Bu modelimizin də ölçüləri standart ölçüdür. 52 razmeri var. Bəli, ölçüləri standartdır. Yəni 52-də, 54-də də, 58-də də, 56-ya da hətta gedər. Yəni alıb geyinə bilərsiniz. Ekranlarımızı çoxlu bəyənək. Qiymətlərimizdəki xanımlar çox münasibdir. Mağazamıza yaxınlaşan müştərilərimizə endirimlərimiz də olur. Siz əgər gəlib qeyd etsəz ki, mən canlı yayımdan görüb gəlmişəm, sizin üçün xüsusi endirimlərimiz də olacaq. Qeyd etdiyim kimi bu dəstimizdə kətan materialdır. Baxın, ön hissəsi belə qəşəng, zərli, qızılı, sap işləmələrlə işlənib. Çox keyfiyyətli bir modeldir. Əyində oturuşuna da söz ola bilməz xanımlar. Bu modelimizin qara rəngini mən sizə göstərəcəm.
Yəni xanımlarımız, əsasən də kilolu xanımlarımız görürsünüz ki, bəzən gəlib deyirlər ki, mən ancaq qara geyinmək istəyirəm. Mənə ancaq qara rəngli dəstlərdən göstər. Yəni mən də sizə göstərim ki, mağazamızda bu modelimizin həm qara, həm də karışım rəngi ilə mövcuddur. Yəni məncə endirimli qiymətdən yararlanmağa tələsin. Son 2 ədəd qalıb. Ölçüləri standartdır. Yəni ən çox satılan, ən çox soruşulan modelimizdəndir xanımlar. Bir də belə göstərim sizə uzaqdan. Yeni gələn izləyicilərimiz də varsa, modeli tam görsünlər. Elə istəsəz, mən belə əlimdə tutmuşkən şəklini çəkin, atın əlaqə nömrəmizə. Mən sizə ətraflı məlumat verim. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmazsa. Daha sonra keçid edeyim digər dəst modelimizə. Baxın, modelimizin rənginin gözəlliyini özünüzdə görürsünüz. Qəşəng açıq su yaşılı rəngində zərif bir modelimizdir xanımlar. Bu modelimizin ölçüsü 2XL-dir. Ölçüləri var. Ön hissəsini istəyirəm yaxından sizə göstərim. Baxın, üstü belə qəşəng qaş işləməli, zərif bir modeldir. Materialı isə kətandır xanımlar. Yəni çox qəşəng sərin saxlayan, əyində qəşəng oturan zövqlü bir modeldir. Yəni hər yerə alıb rahatlıqla geyinə bilərsiniz. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq. Yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Aha, deməli qeyd etdiyim kimi bu modelimizin də ölçüləri var. Gəlib alıb rahatlıqla geyinə bilərsiniz. Daha sonra dəst modellərimizdən indi sizə 2 modeli göstərəcəm xanımlar. Ondan sonra istəyirəm keçim gündəlik don modellərimizdən ki, onlardan da sizə bir-bir təqdim edeyim. Ekranlarımızı bəyənək, zəhmət olmasa, canlı yayımızı paylaşaq. Keçid edirəm, digər dəst modelimizdən də göstəreyim. Ondan sonra keçəcəm gündəlik don modellərimizə. Daha sonra gördüyünüz kimi 2 dənə belə qəşəng, fərqli bir dəst modeli göstərirəm sizə. İkisi də kətandır. İndi hamısını bir-bir göstərəcəm. Baxın, köynəyi qəşəng, üstü belə qaş işləməli, şalvarı qara, sadə kətan. Çox qəşəng, ideal bir dəst modelimizdir. Bir də deyim ki, mağazamızda çatdırılma xidmətimiz də var. Yəni həm rayonlara, həm də bölgələrə çatdırılma edilir xanımlar. Köynəyin arxa hissəsi belə qəşəng sadə, ön hissəsi qaş işləməli, gözəl bir modeldir. Hardadır? Deməli, mağazamız Əhmədli metrosunda yerləşir xanımlar. Əhmədli metrosuna yuxarı qalxırsınız, Turan klinikasını keçirsiniz. Tam o yolu, o gün bir izləyicimiz soruşurdu Turan klinikasını, ona görə indi qeyd edirəm ki, Turan klinikasında keçirsiniz, tam yuxarı qalxanda orada İrşad mağazası görəcəksiniz, Azza Şirniyyət evi görəcəksiniz. Mağazamız tam onunla üzbəyüz yerləşir, Məzahir Rüstəmov 140 küçəsi. Qiymətlə bağlı zəhmət olmasa, baxın burada əlaqə nömrəsi qeyd etmişəm, oraya yazın, ətraflı məlumat verək. Qiymətlərimiz çox münasibdir. Müştərilərimizə də hər zaman endirimlərimiz olur. Aha, bu modelimizi təqdim edirdim. Yəni şalvarı qəşəng sadə qara kətan, üstdən də belə ona uyğun qəşəng zərif, zövqlü bir köynəyi var xanımlar. Bu modelimizin də ölçüləri standartdır. Yəni gəlib alıb rahatlıqla geyinə bilərsiniz. Daha sonra digər belə bir kətan dəstinizi də istəyirəm sizə göstərim. Bu da yəni çox qəşəng bir modeldir. Həm gündəliyə, həm də üstü belə qəşəng qaşlı modeldir deyə ziyafətə də, ad gününə də rahatlıqla geyinə bilərsiniz. Bunun da şalvarı kətandır. Sadə qəşəng şalvarı var. Üst hissəsi də ona uyğun, qəşəng, zərif bir modeldir. Bu modelimizin əlimdəkinin hazırda ölçüsü 60 ölçüdür. Digər ölçüləri də var. Yəni gəlib mağazamıza yaxınlaşıb geyinib baxa bilərsiniz xanımlar. Mağazamıza yaxınlaşa bilməyən izləyicilərimiz də əgər varsa, rayondan, bölgələrdən izləyən izləyicilərimiz də varsa, narahat olmasınlar, çatdırılma xidmətimiz də var. Ekranları çoxlu bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmazsa. Keçid edirəm indi sizə gündəlik don modellərimizdən. Salam, xoş gəlmişsiniz. Keçid edirəm indi sizə gündəlik don modellərimizdən göstərim xanımlar. Gündəlik don modellərimizin mən elə videosunu paylaşmışam səhifəmizdə, elə yenicə paylaşmışam. Elə onu da sizdən xahiş edim ki, buradan göstərdiyim yerdən keçid edib videomuzu bəyənsəz bizim üçün də çox xoş olar. Həm də sevdiyiniz modellərə də oradan baxa bilərsiniz xanımlar. Daha sonra baxın, keçdik gündəlik don modellərimizdən. Bir-bir sizə göstəreyim. Baxın, əlimdə gördüyünüz model kətan materialda. Çox qəşəng, yəni yayda rahat həm günlüyə, həm də ziyafətə gidən ad günlə və s. geyinə biləcəyiniz don modelidir xanımlar. Yəni hissəsi cibli bir modeldir. Arxa hissəsi belə sadə, ön hissəsindən də qəşəng belə fərqli bir işləməsi var. Əlimdəkinin ölçüsü 56 ölçüdür.
Lakin digər ölçüləri də var mağazamızda. Əyində oturuşudakı çox qəşəng bir modeldir. Aha, belə. İndi istəyirəm keçid edeyim digər Katando modellərimizdən göstərim xanımlar. Yəni qiymətlərimiz də qeyd etdiyim kimi çox münasibdir. Endirimlərimiz də hər zaman olur. Bayaq bir xanım deyirdi ki, səhifənizdə ağlı qaralı gündəlik don. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəsinə yazın, ətraflı məlumat verək. Yəqin ki, yeni paylaşılan gündəlik donlardan ağ-qara katan buna deyirdi xanım. Bunu mən o videoda da göstərmişdim. Baxın, bu da yeni gələn modellərdəndir. Yəni, göstərilən modellərimizin hər biri yeni kolleksiyadır xanımlar. Bu modelimizin də ölçüsünü mən qeyd etmək istəyirəm. 56 ölçüdür. Yəni, onu ölçüləri niyə deyirəm ki, böyük bələ xanımlarımız da görsün ki, mağazamızda hər ölçüdə, hər kiloya uyğun geyim modellərimiz var xanımlar. Bu da katan materialdır. Çox qəşəng, zərif bir modeldir. Ağ-qara. Üstü yəni belə qəşəng ağ saplalar işlənmiş. Yan hissəsindən hətta cibləri də var xanımlar. Əyində oturuş da çox qəşəngdir. Uzunluğu da ki uzun modeldir. Dizdən aşağı bir modeldir. Belə ekranlarımızı çoxlu bəyənək, canlı yayımızı paylaşaq, izləməmiz qalxsın. Mən elə buradan baxıram, görüm ən çox kim bəyənir canlı yayımımızı. Bəyənməmizi də 10K eləsək sevinərik. Aha, yeni gələn izləyicilərimiz də hər biri xoş gəlir. Daha sonra belə bir katan modelimizi istəyirəm sizə göstərim xanımlar. Bu da yəni ən çox sevilən, soruşulan modellərimizdəndir, ən çox satılan modellərimizdəndir. Rəngi gördüyünüz kimi xaki yaşılı rəngindədir. Bu il bu rəng çox dəbdədir. Yəni karışıq rəngdir, bu rəngdir. Ən çox dəbdə, ən çox trenddə olan rənglərdəndir xanımlar. Bunun da ölçüləri var mağazamızda. Yəni yayda rahat belə gündəlik geyinə biləcəyiniz don, salafan modelləridir. Boğaz hissəsi belə qəşəng güpür işləməlidir. Həmçinin baxın, cib hissəsi də belə qəşəng güpür işləməli. Arxa hissəsi isə sadə, fərqli bir modeldir. Ölçüləri də ki var mağazamızda. Bu modelin Bunu oxşar olaraq bej rəngi də var. Mən indi tapıb onu da sizə göstərəcəm. Ekranlarımızı bəyənək zəhmət olmasa, yeni gələn izləyicilərimiz hər biri xoş gəlir. Daha sonra baxın, belə qəşəng bir modelimizi istəyirəm göstəreyim. Bu modelimizin üstündə necə deyirlər, qırğındır. Mən bunun videosunu paylaşmışdıq biz. Ən çox izləmə gələn videolarımızdan biridir. Səhifəmizdə də var, keçid edib baxa bilərsiniz. Yəni bütün xanımlarımız o videoda biz bunu birinci yerləşdirmişdik istəyəndə. Bütün xanımlarımız soruşurdu ki, ancaq birinci modelin qiyməti neçədir, ölçüsü varmı və s. Yəni bu modelimizin də əldə çox az qalıb, çox məhdud sayda qalıb. Məncə yəni yazıb soruşun, endirimli qiymətdən yararlanmağa tələsin xanımlar. Arxa hissəsi baxın belə qəşəng sadə katan materialdır, bunu da qeyd edeyim. Ön hissəsi belə qəşəng qaş işləməli. Həmçinin yanları da cibli bir modeldir. Qiymətlərimiz də ki hal-hazırda endirimdədir. Rayona çatdırılma var. Bəli var, rayona çatdırılmamız da var. Yəni rayonlara poçt vasitəsilə göndəririk. Bakı şəhər daxilində çatdırmalarımız da olur. O gün bir izləyicimiz yazmışdı ki, Sumqayıta çatdırma varmı? Bəli, Sumqayıta da çatdırmalarımız olur. Belə. İstəyirsiniz, yəni mən canlıyam da belə göstərəndə siz belə şəklin çəkin, hansı geyimi bəyənirsinizsə, qiyməti neçədir? Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın, məlumat verək. Yazanda da qeyd edin ki, canlı yayımdan görüb gəlmişəm, onda yəni endirimdə edirik. Bunu da deyim ki, xəbəriniz olsun. Yəni baxın, mən belə təqdim edəndə əlində çəkərsiniz, bəyəndiyiniz geyim modelin atarsınız, ətraflı məlumat verirəm. Aha, deməli keçim daha sonra digər Katando modellərimizə. Ondan sonra sizin üçün həm pambıq, həm də şafer material, şifon material, gündəlik geyimlərimizdən də göstərəcəm. Ekranlarımızı bəyənək zəhmət olmasa. Mağazamızda çeşid çoxdur xanımlar. Mən də hər gün canlı yayımda istəyirəm ki, sizə ən azından bir neçə də olsa, yəni bir neçə çeşid olsa geyim göstərim ki, xəbərdar olasınız. Yəni qiymət cəhətdən, ölçü cəhətdən heç narahat olmayın. Daha sonra digər belə karışıq rəng katan material, fərqli bir geyim modelimizi göstərirəm. Bu modelimizin də həm model üzərində, yəni xanım üzərində, həm də ki, belə özümüz də videosunu paylaşmışıq səhifəmizdə. Əlimdəki modelin ölçüsü 52 ölçüdür, digər ölçüləri də var. Elə özünüz də görürsünüz ki, yəni necə böyük bir modeldir. Böyük bədən xanımlarımız da rahatlıqla geyinə bilərlər. Arxa hissəsi belə sadə, ön hissəsi qəşəng düyməli, həmçinin yandan belə balaca bir cibi də var. Ekranları bəyənək, çoxlu. Bu modelimizin də yəni uzunluğu dizdən aşağı uzun bir modeldir.
yəni bunu da həmçinin gündəliyəmi olsun, nə bilim, ayaqqabılarla, aksesuarlarla uyğunlaşdırıb ziyafətə də, ad gününə də geyinə bilərsiniz. Ekranlarımızı bəyənək, canlı yayımızı paylaşaq, zəhmət olmasa. Yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Ünvanımız deməli Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan qalxırsınız. Bakı Kinoteatrın keçəndə Azza Şirniyyat evi ilə üzbəyüz Madeira mebel mağazasının yanında yerləşir xanımlar. Ünvanımızın konum olaraq yəni atıda bilərik. Səhifəmizdə videosu da var ki, mağazamız harda yerləşir. Aha, yəni bu modelimiz qeyd etdiyim kimi ölçüləri var. Ən çox sevilən, soruşulan kətan don modellərimizdəndir. Yəni əldə hər biri məhdud sayda qalıb. Məncə yəni endirimli qiymətdən yararlanmağa tələsin xanımlar. Daha sonra keçim digər kətan don modelimizə. Ekranlarımızı çoxlu bəyənə, izləməmiz düşməsin. Yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib deməli. Daha sonra belə qəşəng qara, çox fərqli bir modeldir. Bunun da fərqliliyi nədədir? Arxa hissəsini görürsünüz. Elə ona görə də mən birinci arxa hissəsini sizə göstərdim. Ön hissəsi baxın belədir, qəşəng üstü gül işləməli. Arxa hissəsi də çox qəşəng, fərqli, sərin, rahat, əyində çox qəşəng oturan bir pambıq don modelimizdir xanımlar. Əlimdəkinin ölçüsü 52 ölçüdür. Böyük ölçüləri də var. Qiymətimiz isə çox münasibdir. Əyində oturuşu da çox qəşəngdir. Yəni bunu da qeyd etdiyim kimi hər yerə alıb rahatlıqla geyinə bilərsiniz. Yəni yayda çox qəşəng sərin saxlayan ideal bir geyim modelidir. Mən elə düşünürəm ki. Belə neçəyədir? 58 razmeri var. 58-i var. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın. Baxın burada sarı çərçivənin içində əlaqə nömrəsi qoymuşuq. Ya ora yazın, ya burada TikTokda mesaj bölməmizə yazın. Yəni Instagram səhifəmizdə var. Orada yaza bilərsiniz. Yəni hara yazsaz biz sizə anında, vaxtında cavab verəcəyik xanımlar. Hə, yəni mən deyərdim ki, çox ideal bir geyimdir. Niyə? Çünki bunu alsaz hər yerə, yəni yerdə rahatlıqla geyinə bilərsiniz. Oturuşdakı mükəmməldir, söz ola bilməz. Daha sonra keçid edeyim digər bir günlük don modelimizə. Baxın, bu modelimizdə ən çox satılan modellərimizdəndir. Əldə yəni hər birindən xanımlar mağazamızda məhdud sayda qalıb. Çünki çox satılır, çox sevilir. Hamısı bir-birindən gözəl modellərdir ki, yəni yayda sərin saxlayan qəşəng ideal bir modellərdir. Bu modelimiz də qəşəng xallı, belə şirin, zərif bir modeldir. Ölçüsündəki 56 ölçüdür, keyfiyyətli, yəni materialdandır. O xanımlarımız bəzən gəlir soruşur ki, bunları alıb aparır yuyanda, görürsən daralmır, rəngi getmirmi və s. Yəni heç biri olmur. Hər biri keyfiyyətli firmanın mallarıdır. Yəni heç bir problem, heç bir yəni müştərimiz heç bir problem yaşamır. Ekranlarımızı bəyənək zəhmət olmasa. Aha, ön hissəsi belə düyməli. Baxın, elə görürsünüz, əlində tutmuşam ki, necə böyük bir modeldir. Yəni yanlarından da görürsünüz. 2 kiloluq xanımlarımız gəlib rahatlıqla alıb əldə edə bilərlər. Çox qəşəng, sərin saxlayan geyim modellərimizdəndir. Ekranlarımızı çoxlu bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Aha, keçid edeyim digər bir modelimizə xanımlar. İndi istəyirəm sizə ikili dəstlərdən göstərim. O ikili dəst don modellərimizin videosu da var səhifəmizdə. Əgər canlı yayımda tam baxa bilməsəz, səhifəmizdə də ətraflı videosu var. Keçid edib baxarsınız. Deməli, baxın. Mağazamıza bir-birindən gözəl, kətan, ikili dəst modellərimiz gəlib. İstəyirəm sizə birinci bu rəngdən başlayım, bu rəngi göstərim. Ekranlarımızı bəyənək, yeni gələn izləyicilərimiz də hər biri xoş gəlib. Aha, baxın alt hissəsindən belə qəşəng sadə, kətan, bir rəngli salafan modelidir. Üstdən də ona uyğun, onun rənginə uyğun, qəşəng nazik bir köynəyi var. Yəni bu ikili dəst geyimlərimizi almaqla xanımlar. Elə bir ki, iki fərqli bir geyim əldə etmiş olursunuz. O da niyə? Niyəsində deyəcəm indi sizə. Məsələn, bunu alırsınız, köynəyin tək şəkildə hansısa bir şalvarla, hansısa bir ətəklə və yaxud da hansısa bir donun üstündən geyinə bilərsiniz. Elə və yaxud da köynəyin geyinmək istəmirsinizsə də, donun da belə qəşəng, hansısa bir uzun qəşəng setlərlə, aksesuarlarla, nə bilim, uyğunlaşdırıb rahatlıqla geyinə bilərsiniz. Keçid edeyim, bu ikili dəstlərimizin digər rənglərini də sizə göstərəcəm. Qiymətlərimiz də ki, çox münasibdir. Yəni, siz də əgər yazsaz ki, mən canlı yayımdan gəlmişəm, nə bilim, səhifənizi TikTokda görüb gəlmişəm, endirim də edəcəyik, endirim cəhətdən heç narahat olmuyor xanımlar. Daha sonra bu modelimizin başqa rənglərini göstərmək istəyirəm. Belə qəşəng qara rəngi var xanımlar.
Baxın, bu eynən onun kimi qəşəng qara kətan salafanı var. Üstdən də qəşəng leopard üstü belə yaxından göstərim. Qaş işləməli, zərif bir köynəyi var. Köynəyin arxa hissəsi belə sadədir. Ön hissəsi isə baxın necə qəşəng qaşlı bir modeldir. Qiymətlə bağlı zəhmət olmasa, burada sarı çərçivədə əlaqə nömrəmiz var. Əlaqə nömrəmizə yazın, ətraflı məlumat verin. Ölçüsü isə standartdır xanımlar. Yəni həm böyük bədən, həm də kiçik bədən xanımlarımız gəlib geyinə bilərlər. Standart ölçüdür. Donu baxın belə uzun bir modeldir, tam topuğa qədər uzun modeldir. Köynəkdəki qəşəng boş bir modeldir. Yəni donu kətan materialdandır, kətan parçadandır. Çox qəşəng sərini saxlayan bir modeldir. Zəhmət olmasa qiymətlə bağlı əlaqə nömrəmizə yazın. Baxın, burada sarı çərçivədə qeyd etmişəm əlaqə nömrəmizi. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Ekranlarımızı çoxlu bəyənək, zəhmət olmasa. Mən burada baxıram, görüb ekran bəyənməsini ən çox kim bəyənsə, mən özüm deyəcəm mağazamızda həmin izləyicimizə bizi hədiyyə eləyək. Nə bilim, hansısa bir kofta modelimi olsun, don modelimi olsun. Baxıram indi buradan kim ki ekran daha çox bəyənsəm, canlı yayımızı paylaşsa, ona bizdən hər hansısa bir kofta modelimi olsun və yaxud da don modelimi olsun, hədiyyə edəcəyik xanımlar. Yəni bu modelimizin də indi başqa rəngində göstərəcəm sizə. Yəni dediyim kimi, bunu həm alıb köynəyində tək geyinə bilərsiniz. Nə bilim, alırsınız, donunu da tək hansısa bir şeylə uyğunlaşdırıb geyinə bilərsiniz. Qiymətlərimiz də ki endirimdədir, çox münasib qiymətlərdir. Ekranlarımızı çoxlu bəyənək. Deməli, keçid etmək istəyirəm o modelimizin başqa bir rənginə xanımlar. Məncə bunun rəngi hamısının gözəldir. Çox qəşəng bir rəngi var. Yəni yayda məncə hamı elə rəngli geyinsə, hamı qəşəng belə açıq rənglərdə geyinsə çox qəşəng olar. Çünki yayınki açıq rəngdir. Açıq rəng geyinəndə adam belə baxır, ürəyi açılır ki, hamı gör nə qəşəng görsənir, hamı necə yaya uyğun, açıq, cıvıl geyinib. Karişniyə də baxa bilərik. Karişniyini göstərdim, indi yenidən sizin üçün göstərərəm. Baxın bu rəngin gözəlliyinə xanımlar. Çox qəşəng bir rəngi var. Ölçülərimiz də ki, bu ikili dəstlərin hər birinin ölçüsü standart ölçüdür. Yəni ölçüləri standartdır. Gəlib alıb rahatlıqla geyinə bilərsiniz. Alt hissəsindən belə qəşəng kətan salafanı var, bir rəngli. Üstünün köynəyini də yaxından göstərirəm. Baxın, köynəyi qəşəng, belə üstü qaş işləməli, arxa hissəsi sadə, çox zərif bir modeldir. Hal-hazırda bu ikili dəstlərimizdən məhdud sayda qalıb, hardasa yəni hər rəngindən 1-2 ədəd qalıb. Ona görə də biz endirimli qiymətdə təklif edirik sizə bu geyim modellərimizi. Yəni məncə əldə etməyə tələşin. Mağazamızda xanımlar, onu da xatırladım ki, mağazamızda kredit də mövcuddur. Kredit də necə mövcuddur? Onu da qısaca bir xatırladım uzatmadan. Keçim ondan sonra geyim modellərimizə. Məsələn, hər hansısa bir malları seçirsiniz, müəyyən bir məbləğdə kredit götürmək istəyirsinizsə xanımlar. Kredit yəni mağazamızda olur, daxili kreditdir, mağazamızda olur, mağazamızda rəsmiləşir. Götürdüyünüz məbləğin elə bir ki, ilkin ödənişin müəyyən bir, yəni yarı qiymətini ödəyirsiniz. Daha sonra digər hissəsində hissə kart vasitəsilə yəni ödəyə bilərsiniz. Kredit xidmətimiz var. Astığınızın yanında karışıq olan. Bunu deyirsiniz, hə? Kredit xidmətimiz var, çatdırılma xidmətimiz var. Yəni, hər cürə xidmət göstəririk ki, təki bizim müştərilərimiz razı olsunlar. Bu yəqin ki, bunu deyirdiniz. Bu da o modellərimizin başqa rəngidir. Yəni, eyni modeli dediyim kimi ikili dəstlərimizdən məhdud sayda qalıb. Məncə, yəni yararlanmağa tələsin xanımlar. Baxın, belə tutum uzunluğunda görəsiniz, manken üstündə elə məncə daha yaxşı görsənir. Ki, alt hissəsindən baxın, belə qəşəng, bunun da sadə kətan salafandır. Üstündən də qəşəng köynəyi var. Kardiganlarımız var. Bəli, kardiganlarımız var. Səhifəmizdə videosunu yerləşdirmişik xanımlar kardiganlarımızın. Onlar da yəni mağazamızda bütün üst geyimləri, həm kutka, həm kardigan, cibi yox. Bu modellərimizin təəssüf ki, cibi yoxdur. Çünki gündəlik gedirlər, yəni rahat bir model gedirlər. Cibi yoxdur, amma cibli digər modellərimiz də var. Kardiganlarımız olsun, üst geyim modellərimiz olsun, jaket, jilet modellərimiz olsun. Hər biri hal-hazırda mağazamızda endirimdədir. Yəni, məncə endirimli qiymətlərdən yararlanmağa tələsin. Ekranlarımızı çoxlu bəyənək, canlı yayımızı paylaşaq zəhmət olmasa. Qaroşkalı don göstərərik indi. Gözləyin bir dəqiqə, bunları mən yerinə asım.
ki burada çox sıxlıq yaranmasın, qolsuz olsun. Yaxşı göstərəcəm. Bunları yerinə asım ki, burada çox sıxlıq yaranmasın. Ondan sonra mən sizə bir don modellərimizdən göstərəcəm. Ekranlarımızı çoxlu bəyənək xanımlar. Qeyd etdiyim kimi fikir verirəm ki, kim daha çox ekran bəyənsə, buradan görürəm. Ekran bəyənməmizi kim daha çox bəyənsə 80 manat. Kim yəni bəyənsə, ona biz buradan hədiyyə də edəcəyik xanımlar. Belə. İndi qaroşkalı don modelimizdən göstərəcəm. Yeni gələn izləyicilərimiz hər biri xoş gəlib. Canlı yayımızın bəyənməsini artıraq ki, o hədiyyə kampaniyamız hələ də keçərlidir. Salam, xoş gəlmisiniz. Yəni hədiyyə kampaniyamız hələ də keçərlidir ki, kim daha çox ekran bəyənisi etsə, o bizim mağazamızdan bir hədiyyə qazanacaq. Deməli, qaroşkalı, baxın, belə qolsuz. Bugün paltarlar hamısı əlimdən düşür, deyəsən hamısı satılacaq. Bəli, çatdırılma xidmətimiz də var. Yəni həm rayonlara, həm də Bakı şəhər daxilində plusdakı Sumqayıta da çatdırılma edirik. Yəni çatdırılmadan narahat olmayın. Baxın, belə qəşəng, fərqli bir modeldir. Bu il bilirsiniz ki, xalq geyimlər çox dəbdədir xanımlar. Bu da mağazamıza yeni gələn, yeni kolleksiya olan geyim modellərimizdəndir. Əlimdəkinin ölçüsü 56 ölçüdür. Baxın, boğaz hissəsi belə qəşəng, həm güpür, həm qaş işləməli. Göstərdiniz, elə hayal dadına baxın. Kətanlar bu tərəfdədir. Hansına giyirdiniz ya? Hayır, yox, mən baxarım. Aha, yəni baxın xanımlar, belə ön hissəsi həm güpür, həm qaş işləməli, həmçinin qolları da, aşağı hissəsi də belə güpürlü, gözəl, zərif bir modeldir. Bu modelimizin ölçüləri də var. Hə, bir də ki, bu modelimizi videomuza girib baxsaz görərsiniz. Bu modelimizi endirmə qoymuşuq. Tək qiymət 35 manat. Girin o, məncə baxın, buradan səhifəyə daxil olun. Son paylaşdığımız videolara baxın. Sadə donları biz endirmə qoymuşuq. Hər biri tək qiymət yalnız 35 manat. Yəni bu modelimiz normalda biz 40-45 manat civarında satılırdı. Amma indi yəni sizə kampaniya qoymuşuq bu modelimizi ki, orada qəhvəyə qaroşkalı don var, onu göstər. Atın ölçüləri var. Hə, yaxşı. Qəhvəyə qaroşkalı don bunu deyirsiniz. Bu da baxın, ünvan haradır? Ünvanımız deməli Əhmədli metrosunda yerləşir mağazamız. Əhmədli metrosuna düz yuxarı qalxırsınız. Azra Şirniyyat evi ilə üzbəyüz, İrşad mağazası ilə üzbəyüz yerləşir. Məzahir Rüstəmov 140 küçəsində. İstəsəz yazın bu nömrəyə, mən sizə canlı konumda, mağazamızın konumunda atım. Və yaxud da səhifəmizə keçid edin, orada mağazamızın ünvanının videosu da yerləşib xanımlar. Yeni gələnlər hər biri xoş gəlib, ekranlarımızı çoxlu bəyənək zəhmət olmasa. Qeyd etdiyim kimi, buradan baxıram, kim ekranı ən çox bəyənsə, ona mağazamızdan hədiyyə də edəcəyik xanımlar. Aha, qaroşkalı qəhvəyə rəng bunu deyirdiniz yəqin ki siz. Bunu bir də belə tutum sizə uzaqdan baxın. Telefonu biraz uzağa qoyun. Yeni gələnlər hər biriniz xoş gəlmisiniz. Ekranlarımızı bəyənək zəhmət olmasa. Aha, qaroşkalı qəhvəyə rəng belə qəşəng bir modelimiz var. Ön hissəsi düyməli modeldir. Əlimdəki modelin ölçüsü 56 ölçüdür xanımlar. Lakin digər ölçüləri də var. Həm də yan hissəsində baxın belə qəşəng cibi də var. Yəni bunu həm gündəliyə sizi yerindəki reyhana oxşatdım. Hansı reyhan? Siz yerindəki reyhan. Reyhan bilmədim hansı reyhan deyirsiniz. Ekranlarımızı bəyənək çoxlu xanımlar. Var. Qolsuzlar da var, kimono modellər də var. Hətta o cür salafanlarımızı tək qiymət 20 manat qoymuşuq. İndi mən keçid edib onlardan da sizə bir göstərəcəm. Sadəcə ekranlarımızı çoxlu bəyənin, zəhmət olmasa. Reyhan bilmədim hansı reyhandır. Yemin serialındakı Reyhana. Hə, o seriala baxmamışam. Sizə deyirsinizsə yəqin ki oxşayıram. Canlı yayımdan sonra yazıb baxacağım, görüm kimdir o Reyhan. Ekranlarımızı bəyənək xanımlar. Deməli, qolsuz modellərdən endirmə qoyduğumuz salafanlardan istəyirəm. Göstərim sizə tək qiymət 20 manat qoymuşuq, hansı ki, indi ekranlarımızı çoxlu bəyənin. Mən də tez onlardan götürürüm, sizin üçün seçim gəlirəm. Aha. Belə salafan modelləri, yəni gündəlik evdə geyinməyə modellərdir bunlar. Yəni məsəl üçün bundan əvvəl göstərdiklərin hər biri həm günlüyə, həm ziyafətə və sair geyinə bilərdiniz.
Amma indi göstərdiklərim isə sırf ev üçündür. Nə bilim marketə və sair gedəndə geyinə bilərsiniz. Orada qəşəng donlar var, hamısını göstərəsiniz. Təbii ki, bizim mağazamızın bütün geyimləri qəşəngdir, zövqlüdür. İndi mən onlardan da göstərəcəm. Sadəcə xanım günlük geyim dedi deyə qolsuz salafan kimi. Mən ona görə istəyirəm indi onu göstərim. Yəni xanımlar, mən də başa düşək ki, istəyirəm hər birinizin istəyən yerinə yetirim, hər birinizin yazdığını göstərim. İndi bir-bir hamısını göstərəcəm. Baxın, qolsuz belə bir salafan modelimiz var. Rəngi də çox gözəldir xanımlar. Aşağı hissəsi güpürlüdür. Bel hissəsindən qəşəng öz parçasından kəməri də var. Bu modelimiz hal-hazırda endirimdədir. Qiyməti sadəcə 20 manatdır xanımlar. Daha sonra baxın, evdə geyinməyə belə qəşəng salafan modelimiz var. Yəni bu modelin də qiyməti 20 manatdır. Bu elə ki, keçid edirsiniz. Baxın, buradan deyim sizə. Buradan keçid eləyin. Səhifəmizdə videoda var. Tək qiyməti 20 manat yazılıb üstünə. Gördüyünüz bu ev geyimlərinin, ev salafanlarının, yəni qiymətləri tək qiymət 20 manatdır xanımlar. Yəni gəlin alın, həm evdə, həm də dənizə gedəndə, yəni hara istəyirsiniz gedəndə rahatlıqla geyinin. Keyfiyyətləri də ki, çox qəşəngdir. Yəni bunlar normalda 20 manata satılmır, 30-35 manata satılan, hətta 40 manata satılan modellərdir. Çünki keyfiyyətləri, materialları çox qəşəngdir. Ona görə amma biz yenə də seçdik izləyicilərimiz üçün tək qiymət yalnız 20 manat qoymuşuq. Orada qəşəng donlar var, hamısını göstər. Hansı donlardan məsələn? Baxın, özünüz də görürsünüz ki, xanımlar, çeşid nə qədər çoxdur. Yəni geyim modelimizin çeşidləri çoxdur. Böyük razmerlərimiz var. Mağazamızda əsasən böyük bədən xanımlarımız üçün geyimlərimiz var. 60-a 64-ə kimi elə geyim modelimiz olur xanımlar. 70-ə kimi də ölçülərimiz olur. Daha sonra günlük ton modellərimizdən istəyirəm bir-bir sizə belə də göstərim. Ekranlarımızı bəyənək, zəhmət olmasa çoxlu. 54 razmer bəli var. Baxın, bu əlimdə göstərdiyim məsələn günlük ton modelimiz ölçüsü 60 ölçüdür. Qiyməti isə çox münasibdir xanımlar, 40 yaşa uyğun. Yəni göstərilən geyimlərin əksəriyyəti onsuz da 40 yaşda xanımlarımız üçün də uyğundur. Yəni məncə canlı yayımıza axıra kimi baxın. Salam, xoş gəldiniz. Axıra kimi baxın, sizə bir-birindən gözəl geyim modellərimizi göstərəcəm. Baxın, bu modelimiz də hal-hazırda endirimdədir. Əlimdəki ölçüsü 60 ölçüdür xanımlar. Yaxa hissəsini istəyirəm sizə yaxından göstərim. Baxın, belə qəşəng zərif qaş broşu da var. Arxa hissəsi isə belə sadə bir modeldir. Özünüz də görürsünüz ki, necə qəşəng, baxın, elə bir veşilkada duruşundan da görürsünüz ki, necə qəşəng, yumuşaq, sadə bir parçası var. Çox qəşəng, sərin saxlayan bir modeldir. Belə, yeni gələnlər hər biri xoş gəlib. Baxın, nə yazmışsınız? Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın xanımlar. Canlı yayımda təəssüf ki, qiymət deyə bilmirəm. Aha, baxın, digər belə qəşəng güllü, çiçəkli, rəngli bir modelimiz. Bu modelimiz də hal-hazırda endirimdədir. Belində öz parçasından kəməri də var. Daha sonra istəyirəm tez-tez göstərim ki, sizə çeşid olaraq çox çeşid göstərim. Daha sonra digər belə günlük don modelimizi də görürsünüz xanımlar. Ölçüləri var, əsasən böyük bədən ölçülərdir. Belə, qiymətlə bağlı da ki, heç nə rahat olmuyor. Mağazamızda hər zaman endirimlərimiz olur. Ekranlarımızı çoxlu bəyənək xanımlar. İndi istəyirəm keçim sizə kofta modellərimizdən göstərim. Günlük don modellərimizdən, ikili dəst modellərimizdən məncə göstərdim bacardığım qədər. Uzun model göstərin. Hə? Uzun model yazmışsınız. Uzun model. Baxın, bu göstərdiyim modellərin, bu ön tərəfdə olanların. Onsuz da hər biri uzun modeldir xanımlar. Qısa modellər arxa tərəfdə idi. Onlardan da göstərdim. İndi uzun model istəyirsinizsə, yəqin ki, siz yeni qoşulan izləyicisiniz. Baxa bilməmisiniz. Onda uzunlardan da yenidən sizin üçün bir neçəsini göstərim. Ondan sonra keçim kofta modellərimizə. Ekranlarımızı çoxlu bəyənək, canlı yayımızı paylaşaq xanımlar. Belə, indi keçirəm uzun modellərdən sizin üçün yenidən göstərim. Ondan sonra kofta modellərinə keçid edəcəm. Baxın, bu modelləri də belə tez-tez göstərim ki, görəsiniz. Bu modellərin hər biri uzun modellər. Yəni uzunluqları ilə görürsünüz. Öz üstündə də baxın, belə tuturam. Uzunluqları, yəni topuğa qədər olan uzun bir modeldir xanımlar. Ölçülərimiz var. Hər uzunluqda, hər qısalıqda modellərimiz var. Ölçülərimiz çoxdur. Qiymətlərimiz çox münasibdir. Yəni məncə canlı yayımda gördükcə yazın, sifariş verin, əldə etməyə tələsin. Çünki siz sağ olun. Çünki bəzən müştərilərimiz gəlir, məsəl üçün deyir ki, mən falan geyimi canlı yayımda görmüşdüm, ondan var. Biz də baxırıq ki, yoxdur. Niyə? Çünki satılır. Çox tez satılır.
Məncə, yəni canlı yayımda görən kimi keçid edin, bəyənin. Bəyənin nə idi? Sifariş egoda bəyənin demişəm ki, ağımda bəyənin sözü qalıb. Canlı yayımda görən kimi keçid edin, sifariş verin, əlaqə nömrəmizə yazın. Yəni behatırsız, istədiyiniz malı bizdən, istədiyiniz geyimi biz saxlayırıq. Yəni onu artıq nə satışa qoyuruq, nə canlı yayımda göstəririk, heç nə etmirik, sadəcə sizin üçün saxlayırıq. Ekranlarımızı çoxlu bəyənək. İndi ziyafət geyimlərimizdən baxın, burada var. Uzun model, qəşəng, bir-birindən gözəl, qaşlı, biserli, növbə-növ ziyafət geyimlərimiz var. Çox vaxt məsəl üçün böyük bədən xanımlarımız özlərinə uyğun ziyafət geyimi tapa bilmirlər. Çünki böyük bədən xanımlarımız üçün ziyafət geyimləri niyəsə çox azdır, çox məhduddur. Ona görə məsəl üçün bunu nəyə əsasən deyirəm ki, onu da deyim, deməsiz ki, özündən deyir. Baxın, bizim mağazamıza xanımlarımız gəlir, ziyafət geyimi almaq istəyirlər. Həmişə gəlib deyirlər ki, bir dənə sizin mağazanızdadır ki, biz belə qəşəng, zövqlü, böyük bədən xanımlar üçün ziyafət geyimləri görürük. Ona görə də mən istəyirəm keçim, o ziyafət geyimlərindən də sizə göstəreyim. Görəsiniz ki, mağazamızda çeşid çoxdur. Ekranlarımızı çoxlu bəyənək xanımlar. Belə. Baxın, belə qəşəng, zərif, biserli, qara rəng geyinmək sevən xanımlarımız üçün belə bir uzun ziyafət geyimimizi istəyirəm göstərdim. Yəni, qara rəng həmişə öz gözəlliyi ilə, öz ideal oturuşu ilə, o əyində qəşəng cazibəsi ilə seçilir. Qara rəng mükəmməl bir seçimdir. Elə mənim də özüm də sabahları bir qonaqlıqdayım, ad günü deyəcəkdim. Universitetlə bağlı bir qonaqlıqdayım. Mən də qara rəng seçmişəm. Niyə? Çünki qara rəng hər zaman diqqət çəkir. Yəni, hər cürə saçla, makyajla uyğunlaşdırıb geyinə bilərsiniz xanımlar. Baxın, qara rəngdə çox qəşəng, zərif bir modeldir. Yaxından sizə göstərim. Yan hissəsi belə qəşəng bisel işləməli. Həm də yanlarından belə qəşəng zərif tülü də gedir. Ölçüləri də var. Əlimdəki ölçü 46 ölçüdür. Böyük bədən xanımlarımıza da gedir. Çünki böyük, yəni geniş materiallı bir ziyafət geyimidir xanımlar. Ekranlarımızı çoxlu bəyənək. Hal-hazırda ziyafət geyimlərimizin də hər biri endirimdədir. Həm uzun model, həm də qısa model ziyafət geyimlərimiz hər biri endirimdədir xanımlar. Daha sonra digər belə biserli bir modelimizi istəyirəm göstərim. Bu həmişə bax belə olub durmur burada. Bu məncə daha da belə abartılı bir modeldir ki, hansı ki oğul qız toyuna paltar axtaran analar, nə bilim öz bacısının, qardaşının toyuna paltar axtaran xanımlarımız ekrana daha yaxın əyləşsin, belə deyim də. Daha yəni yaxından baxsın, çünki çox qəşəng bir modeldir. Ön hissəsi baxın, belə biserli, bu heç vaxt burada durmur, düşür. Amma belə olduğuna baxmayın, əyində qəşəng oturur. Yəni beşilkada duruşu ilə insanın öz əynində olan oturuşu tamam başqa olur. Özünüz də bilirsiniz. Belə qəşəng üstü biser işləməli, qolları baxın, çox qəşəng fərqli bir qol detayı var. Əyində çox qəşəng oturan uzun düz bir modelimizdir xanımlar. Əlimdəkinin ölçüsü 2XL-dir. Yəni böyük bədən xanımlarımıza da gedir. Parçası çox qəşəng, yumuşaq parçadır. Üstünün belə biserli, daşlı, qaşlı olduğuna baxmayın. O bəzən deyirlər, çox biserli geyinirəm, məni narahat eləyir. O necə deyirlər, bədənimi yeyir kimi bir şeylər deyirlər də. Amma bu elə deyil, çünki iç parçası qəşəng sadə parçadandır. Belə. Hal-hazırda yəni uzun geyimlərimiz də, uzun ziyafət geyimlərimiz də hər biri endirimdədir. Ekranlarımızı çoxlu bəyənək xanımlar. Daha sonra keçmək istəyirəm belə atlas, qəşəng rəngi olan bir modelə. Rəngi çox qəşəngdir. Görürsünüz özünüzdə ki, necə fərqli, zərif bir rəngi var. Atlas parçadandır. Düz bir modeldir. Əyində oturuşu çox qəşəngdir xanımlar. Bel hissəsində də belə qəşəng bu cür qaş işləməsi də var. Arxa hissəsi isə dəymiş düzmə. Arxa hissəsi isə belə sadə, qəşəng bir modelimizdir. Bu modelimizə oxşar, bunun qara rəngi də var. İndi istəyirəm onu da sizə göstərim. Baxasınız ki, iki rəngi ilə var mağazamızda. Ekranlarımızı çoxlu bəyənək xanımlar. Baxın, bu da qara rəng atlas parçadan. Bunun da bel hissəsi belə qəşəng fərqli qaş işləməli. Arxa hissəsi sadə, çox qəşəng bir modeldir. Bu modelimizin də ölçüsü 48 ölçüdür xanımlar. Yəni çox qəşəng, bir-birindən gözəl, zövqlü ziyafət geyimlərimiz var.
Geyimlərimizdən mən göstərdim sizə, həm ziyafətlərdən, həm günlüklərdən. Yəni çeşid də o qədər çoxdur ki, mən hər dəfə hər canlı yayımda istəyirəm sizə fərqli modellər göstərim. Yəni yenə də burada izləyicilərimizdən soruşmaq istəyirəm, hansı rəng istəyirlərsə, hansı model geyim istəyirlərsə, ziyafət geyim istəyirlərsə, burada şərh bölməsində yazın. Mən sizə geyimlərimizdən bir-bir göstərim. Amma indi toylarımız təəssüf ki, toyların sezonu bağlanır. Ona görə ziyafət geyimi məncə elə çox da tələbat olmaz. Ona görə yaydır, hamı sərin geyinmək istəyir, rahat geyinmək istəyir. Ona görə mən bir-birindən gözəl, bol çeşidli, yeni gələn futbolka, kofta modellərimizdən, köynək modellərimizdən istəyirəm sizə göstərim xanımlar. Ekranlarımızı çoxlu bəyənək, canlı yayımımızı paylaşaq, zəhmət olmazsa. Aha. Baxın, mağazamızda bir-birindən gözəl, qəşəng, fərqli, rəngli kofta modellərimiz var. Ki, yəni həm şalvarla, həm də ətəklə geyinə biləcəyiniz bir-birindən gözəl modellərdir xanımlar. Baxın, biraz yaxınlaşdırım ki, veşilkadan düşməsin. Belə də tutacağım, baxın belə. Ən yaxşısı belə tutmaqdır. Ki, görəsiniz. Baxın, arxa hissəsi, düşür. Bu materialı, necə deyim, o qədər yumuşaqdır ki, o qaymaq kimi də düşür. Veşilkada durmur, düşür. Ön hissəsi belə qaşlı, belə tutum. Arxa hissə, salam, xoş gəldiniz. Ön hissəsi belə qaşlı, arxa hissəsi sadə, çox qəşəng, yeni gələn futbolka modellərimizdəndir xanımlar. Qiymətlərimiz də ki, çox münasibdir. Haradır ki, bura? Mağazamız Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan düz yuxarı qalxırsınız. Bakı Kinoteatrını keçirsiniz. İrşad mağazası ilə üzbəyüz, Azza Şirniyyat evi ilə üzbəyüzdə yerləşir xanımlar. Mağazamıza yaxınlaşa bilmirsinizsə, əgər heç narahat olmayın, mağazamızda çatdırılma xidməti də var. Həm rayonlara poçtla göndəririk, həm də Bakı şəhər daxilində kuryer vasitəsilə çatdırılma da edirik. Ekranlarımızı çoxlu bəyənək, zəhmət olmazsa. Daha sonra baxın, belə bir kofta modelimiz yeni gəlib. Çox qəşəng, yumuşaq, o pambıq materialda olan bir kofta modelidir. Qol hissələri baxın, belə qəşəng güpür işləməli. Həm qaş, həm də güpür işləməli. Üstündə belə 2 dənə qəşəng bir şey də var. Yaxından baxın xanımlar. Üstündə belə qəşəng 2 dənə kedisi də var. Çox qəşəng, zərif bir modeldir xanımlar. Ekranlarımızı çoxlu bəyənək, canlı yayımımızı paylaşaq. Mən də sizə futbolka köynək modellərindən bir-bir göstərim. Baxın, daha belə qəşəng atlas parçadan olan bir köynəyimiz var. Rəngləri də görürsünüz, qəşəng rəngli bir köynək modelidir. Ölçüləri də var. Əlimdəkinin ölçüsü 50 ölçüdür. Göstərilən geyimlərimiz xanımlar canlı yayımda həmişə göstəririk, səhifədə paylaşırıq, tez satılır deyə. Yəni hamısına məhdud saydadır. Məncə, yəni gəlib almağa, endirimli qiymətlərimizdən yararlanmağa tələsin. Aha, böyük ölçülü, qəşəng atlas köynəyi axtaran xanımlarımız üçün məncə ideal seçimdir. Baxın, özdə qollu bir modeldir deyə hicablı xanımlarımız da gəlib alıb rahatlıqla geyinə bilərlər. Arxadakı qara kofta neçəyədir? Hansı qara kofta? Bunu deyirsiniz yəqin ki. Bu qara koftamız xanımlar uzun modeldir, şalvar üstü modeldir. Yəni şalvarla rahatlıqla geyinə bilərsiniz. Həmçinin qolludur, hicablı xanımlarımız da geyinə bilər. Qiyməti deyim, bayaqdan baxıram siz bəyənirsiniz canlı yayımımızı. Normalda qiymət demirəm, görürsünüz, amma deyim, qiyməti 35. 35, belə deyim. Endirimlərimiz də olur. Yəni narahat olmayın, endirim cəhətdən bu qarantiyirdir. Sizə yaxından istəyirəm düşürdüm. Siz ona yaxından da baxasınız. Əgər istəyirsinizsə, əlaqə nömrəmizə yazın, sifariş verin, bitməmiş. Siz sağ olun, bitməmiş sifariş verin. Baxın, ön hissəsi belə qəşəng, həm qaş, həm də muncuq işləməli, qəşəng zərif bir modeldir. Arxa hissəsini göstərim. Baxın, arxa hissəsi isə sadə bir modeldir xanımlar. Aha, ekranlarımızı bəyənək, canlı yayımımızı paylaşaq, zəhmət olmazsa. Oldu, xanım düşdü, telefon getmişdir sonra. Hə, nəysə. Keçid edeyim digər kofta modellərimizə. Mağazamızda kofta modelləri olduqca çoxdur, çeşidimiz olduqca çoxdur xanımlar. Mən indi canlıda bacardığım qədər istəyirəm sizə göstərim. İndi elə geyimlər olur ki, mən onu canlıda göstərə bilmirəm. Yəni gündə 1 saat, 2 saat belə canlı açırıq da mən çatdırıb görün necə durmuşum. O qədər danışdım ki, özüm yoruldum.
Oy, o qədər çeşid çoxdur ki, mən hamısını sizə göstərə bilmirəm. Əgər yəni görmək istəyirsinizsə, səhifəmizdə videolar da var. Keçid edib baxa bilərsiniz. Sözü çox uzatmadan keçin bu modelimizə. Baxın, çox qəşəng, fərqli rəngi var. Su yaşılı rəngində, üstü belə qəşəng qaş işləməli, arxa hissəsi sadə bir modeldir. Bu da ölçüsü standartdır. Yəni böyük bədən xanımlarımız da gəlib geyinə bilərlər. Baxın, belə göstərim elə sizə ki, necə böyük, yəni özü dartılan geniş bir modeldir xanımlar. Daha sonra belə bu da yeni gələn, yeni kolleksiya olan kofta modellərimizdəndir. Üstü parçası özündən zərli parçadır. Aşağı hissəsi belə qəşəng qaş işləməli. Bunun da ölçüsü standart ölçüdür. Ünvanımız deməli Əhmədli metrosunda yerləşir. Əhmədli metrosundan yuxarı qalxırsınız. Bakı Kinoteatrın keçəndə İrşad mağazası ilə Azad Şirniyyat evi ilə üzbəüz yerləşir. Əgər rayondan izləyirsinizsə, mağazamıza yaxınlaşa bilmirsinizsə, yeni gələn izləyicilərimiz üçün bir də xatırladacağım ki, çatdırma xidmətimiz də mövcuddur xanımlar. Bu iki modeli də sizə yəni göstərdim. Bu modelimizin karışım rəngi də var. İndi tapdıqca onu da göstərəcəm. Sizə baxarsınız. Ekranları çoxlu bəyənək zəhmət olmasa. İndi sizə başqa kofta modellərini də göstərəcəm. Baxın, məsələn, bu kofta modelimiz. Bu kofta modelimizin mağazamızda 3 rəngi var. Həm qara rəngi, həm əlimdə gördüyünüz bu bənövşəyi rəngi, həm də krem bej rəngi var xanımlar. Qara rəngin üstündən baxın, belə buradan göstəreyim ki, görürsünüz. Baxın, qara rəngi oradakı mankenin üstündədir. Bənövşəyi rəngi də əlimdədir. Krem rəngi də var. İndi o da ki, hardansa tapıb çıxaracağım sizin üçün. Çatdırılma ödənişlidirmi? Qəşəng sualdır. Yerinə düşdü bu sual. Çatdırılmamız xanımlar baxır əraziyə. Baxın, poçtla çatdırılma standart qiymətli 5 manat. O hər yerdə olur. Yəni hər yerdə 5 manatdır ki, poçtun özünü bilirsiniz ki, rüsumu var. O 5 manatdır. O da baxır, məsəl üçün, bəzən elə müştərimiz olur ki, çox geyim alır, 2 geyim alır. Biz onun üçün çox poçt pulunu da götürmürük, özümüz eləyirik. Yəni onu da özümüz necə deyim, öz mağazamız onu ödəyir, öz mağazamız qarşılayır, belə deyim. Amma Bakı şəhər daxilində ərazidən asılı olaraq qiymət dəyişir. Xanım çox yaxşı sual verdi. Poçtun da qiyməti standart 5 manatdır. Dediyim kimi, əgər çoxlu mal alırsınızsa, 2-3 dənə mal alırsınızsa, heç o poçtun pulunu da sizdən almırıq, onu da özümüz edərik. Aha, bu koftanın da dediyim kimi həm qarası, həm beji, həm bənövşəyisi var. Üstünə baxın, belə qəşəng zərif qaş işləməli. Arxa hissəsi isə sadə. Ölçüsü isə xanımlar, bu da standart ölçüdür. Yəni böyük bədən xanımlarımız geyinə bilər. Xanım, çox şirinsin. Allah sən çox sağ olun. Allah hamımızı xoşbəxt eləsin. Xoş sözləriniz üçün təşəkkür edirəm. Aha, daha sonra keçid edim digər bir kofta modelimizə. Ekranlarımızı çoxlu bəyənək xanımlar. Bu il ümumiyyətlə niyəsə bu rənglər dəbdədə özünüz də görürsünüz. Su yaşılıdır, xakidir, karışimidir. Bu da qəşəng su yaşılığında qəşəng bir modelimizdir. Ön hissəsi həm qaş, həm də güpür işləməli bir modeldir xanımlar. Ölçüsü də 62 ölçüdür. Yəni böyük bədən xanımlarımız geyinə bilərlər. 60, 62, hətta daha yuxarı ölçülü kofta və köynək modellərimiz də var mağazamızda xanımlar. Uzaqdan da belə göstərin, baxasınız. Yəni şalvarla geyinməyə, şalvar üstü modeldir. Uzunluğunu da baxın, elə öz üstümdə də göstərirəm ki, yanı örtən qəşəng. Nə? Olacaq qayçı. Yox, görmürəm. Uzun bir modeldir. Xanım, nə 58 razmerə don var? Bəli, var. Don modellərimizi bayaq təqdim edirdim. Siz yəqin ki, yeni qoşulan izləyicisiniz, xoş gəlmişsiniz. İstəsəz sizin üçün don modellərindən də göstərərəm. Ekranlarımızı çoxlu bəyənək zəhmət olmasa. Kofta modellərimizdən 3 dənə də sizə model göstərəcəm. Ondan sonra kofta modellərimizi yekunlaşdıraq. Çünki yəni, ən azından belə göstərdim sizə ki, həm köynəklərdən, həm koftalardan gördünüz ki, mağazamızda çeşid necə çoxdur xanımlar. Daha sonra çox sağ olun, siz sağ olun. Daha sonra belə bir kofta modelimiz var. Karışım rəngdə çox qəşəng bir modeldir. Materialı isə çox yumuşaq, pambıq bir modeldir. Koftalar neçədir? Qiymətlər 30-45 aralığında dəyişir. Baxır sizin seçdiyiniz modelə xanımlar. Çiyin hissəsi, qol hissəsi, baxın belə güpürlü, həm qaş, həm də güpür işləməli. Çox qəşəng, zərif bir modeldir. Xanımlar, əyində oturuşdakı çox qəşəngdir. Yəni, qısalığı da ki, məncə idealdır. Niyə? Çünki həm şalvarla, həm də yubqayla uyğunlaşdırıb geyinə bilərsiniz. Keçim, keçim ki də kofta modelimizə də ekranlarımızın bəyənək zəhmət olmasa. Ondan sonra keçəcəm yenidən don modellərimizə.
Toplu çöldən gəlib görəm. Yanıq qoxu. Şey yandırdı. Hə? Hə. Deməli, belə bir kofta modelimizi də sizə göstəreyim. Baxın, bu da aşağı hissəsi qaşlı. O bayaq göstərdiyim elə qaşlı kofta modelinə oxşuyur. Bu da pambıq materialdan çox qəşəng keyfiyyətli parçası var. Keyfiyyətli bir materialı var, xanımlar. Bunun da ölçüsü standartdır. Yəni, gəlib alıb rahatlıqla geyinə bilərsiniz. Aşağı hissəsinin qaşlarını da sizə göstərim. Yəni, bu qaşların da heç biri tökülmür. Salam neçəyədir? Xanım gülməyi niyə atdı bilirəm. Qiymətlə bağlı zəhmət olmasa əlaqə nömrəmizə yazın. Koftalarımızın qiyməti 30-45 aralığında dəyişir. Baxır sizin seçdiyiniz modelə, uzunluğa, qısalığa, köynək midir, kofta mıdır, ona əsasən dəyişir xanımlar. Öz səsim öz başıma düşdü artıq. Ekranlarımızı çoxlu bəyənək, danışmaqdan yoruldum. Belə. Kofta modellərimizi də məncə yekunlaşdıraq. Siz də gördünüz. Şalvar üstüdür. Bu hə. Ümumiyyətlə hamısı. Göstərdiklərimin hamısı şalvarla rahat geyinə bilərsiniz. Baxın, belə tutum öz üstündə görəsiniz. Ki, yəni yan hissəni örtən şalvar üstü qəşəng bir modeldir. Ölçüsüdəki standartlı xanımlar. Belə. Ekranlarımızı çoxlu bəyənək, canlı yayımızı paylaşaq. Baxın, heç ekran bəyənməmiz nə qədər olub, heç baxmamışam. Bunu buraya yerləşdirim. 14K olmuşuq, qəşəng. Əla, ideal. Şalvar, nə? Donu göstərərsiniz. Aha, tamam. Bunu asıram, keçirəm dona. Bunu astır. Qaydıram yenə donların yanına. Hə, bir də siz yazın zəhmət olmasa. Maşallah gözəlsiniz. Maşallah gününüz olsun. Təşəkkür edirəm. Sizə buradan elə kalp tutdum. Xoş sözləriniz üçün çox sağ olun. Bəzən o qədər qəşəng belə anlayışlı, mehriban, qəşəng gözəl xanım izləyicilərimiz gəlir ki, qəşəng belə xoş sözlər yazırlar. Adamın o bütün yorğunluğu, o bütün o necə deyirlər, o belə mənfi enerjisi uçub gedir, özünü qəşəng pozitiv hiss eləyir. Belə qəşəng düşüncəli, gözəl xanımlarımıza hər birinə buradan təşəkkür edirəm. Yaxşı ki, belə qəşəng anlayışlı, gözəl müştərilərimiz var, gözəl xanımlarımız var. Elə bu sözü yazırsınızsa, deməli sizin qəlbiniz də, özünüz də çox gözəlsiniz. Çox sağ olun. Aha, xanım indi mənə burada deyəcək ki, bayaqdan sənə don demişəm, keç don göstərir, burada nə gözəllikdən danışırsan. Donu göstərərsiz, zəhmət olmasa. Aha. Bir də siz qeyd eləyin, mən ziyafət donlarının yanındaydım, qısa ziyafətlərin, onun yanından keçdim. İstəyirsinizsə, çünki siz çox gözəl aparırsınız, gözəl. Ay, çox sağ olun, çox təşəkkür eləyirəm. Çox minnətdaram xoş sözləriniz üçün. İnanın ki, sizin bu gözəl sözləriniz bizim o necə deyirlər, günümüzü gözəlləşdirir. Bizim üçün çox önəmlidir. Takip üçün də çox sağ olun. Buradan sizə çoxlu kalp xanımlar. Aha, baxın, donlardan demişdiniz. Don yegi gündəlik demişdiniz. Mən gündəliklərdən başladım. Heç bəlkə də ziyafət demişdiniz. Başım qarışdı bu gözəllik söhbətlərinə. Unutdum nə deyirsiniz. Baxın, bu da gündəlik don modelimizdir. Endirimdədir. 35 manatlı qiyməti xanımlar. Ölçüsüdəki var. Əlimdəkinin ölçüsü 56 ölçüdür. Daha sonra tez-tez uzatmadan, çünki don modellərimizdən niyə tez-tez keçirəm? Bayaqdan, yəni canlı ilk açandan donlardan göstərmişəm. Ona görə istəyirəm ki, tez-tez göstərim. Görəsiniz ki, hər uzunluqda, hər qısalıqda, hər ölçüdə don modellərimiz çoxdur mağazamızda. Keçid edib baxsaz səhifəmizdən, baxın, buradan keçid edib baxsaz, görərsiniz ki, mağazamızda, yəni don modelləri hədsiz dərəcədə çoxdur xanımlar. 60-a, 64-ə, hətta elə geyim modelimiz olur ki, o battal ölçü deyirlər, 70-ə kimi ölçülər olur mağazamızda xanımlar. Heç mən bayaq bu donu göstərməmişəm canlıda. Nəyəcəbsə göstərməmişəm, amma qəşəng bir modeldir. Rəngi də görürsünüz, xaki yaşıl rəngindədir, ön hissəsi belə qəşəng qaşlı. Qolları da həm tül, həm də qaş işləməli. Çox zərif bir modeldir xanımlar. Mən artıq canlı yayımımızı yekunlaşdırmaq istəyirəm. Çünki artıq 2 saat olacaq, 1 saatdan artıqdır ki, mən canlı yayımdayam. Artıq yəni boğazım qurudu, artıq mənim də çay içməyə vaxtım gəldi xanımlar. İzlədiyiniz üçün, canlı yayımımızı bəyəndiyiniz üçün, dəstək olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Yaxşı ki varsınız, yaxşı ki bizim canlı yayıma qoşulursunuz. Baxın, belə izləyirsiniz. Gələcəm ora sizi görməyə can. İnşallah gələrsiniz.
Gözləyirəm. Gələndə də təklif üçün də çox sağ olun. Gələndə də qeyd edərsiniz ki, mən sizə görə gəlmişəm. Çox sağ olun xoş sözləriniz üçün. Hər birinizə minnətdaram. İnşallah ki, əgər alınsa, axşam saatlarında canlı açacağam yenə. 5-6 aralığında, yəni saat 5-6 aralığında açacağım. Alınmasa da ki, sabah bu saatda yenidən, o xəbər aparıcıları kimi dedim, sabah bu saatda yenidən sizinləyik. Hər birinizi öpürəm. Çox sağ olun. Siz də sağ olun. Görüşərik.